Sual verilir ki, tövhidi yaymağın fəziləti barəsində Quran və sünnədə nəsə varmı? Elə Quran və sünnədə ən böyük, ən fəzilətli əməl tövhiddir. Və onu yaymaq da ən fəzilətli iş sayılır. Allah Teala buyurur ki, وَمَنْ أَحْسَنُ قَوْلًا مِمَّنْ دَعَا إِلَى اللّٰهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ. Allaha çağırandan daha gözəl sözü olan kim ola bilər? Demək, sözlər, danışıqlar çoxdur. Və o sözlər içərisində ən gözəl, ən əhsən söz insanı Allaha çağırması. Allaha da çağırmaq nə ilə olur? Tövhidlə olur. Ən birinci çağırış tövhiddir. Yəni, Allaha ibadət etməyə, tək olan, şəriki olmayan Allaha ibadət çağırmaq. Yəni, sözlər, nə qədər danışıqlar var, Allah Teala nə buyurur? O sözlərin içərisində ən gözəl danışıq, ən gözəl söz sənin Allaha olan çağırışını. Və həmçinin, yəni, insan çoxlu yaxşılıqlar edə bilər. Həm öz ailəsinə, öz yaxınlarına və həmçinin digər insanlara. Və yaxşılıqlar deyildiyi zaman insanlar çox vaxt maddiyyatı düşünür. Və yaxud da insan öz evladına maşın almasıdır və yaxud da ev alması və digər yaxşılıqlar. Amma çox vaxt insanın fikrindən çıxır ki, o yaxşılıqlar içərisində ən üstün, ən böyük yaxşılıq sənin öz ailənə, öz evladına tövhidi öyrətməyindir. Sənin etdiyin yaxşılıqlar içərisində, gör nə qədər yaxşılıqlar var. Ən böyük yaxşılıq sənin öz evladına tövhidi öyrətməyin və həmçinin insanlara etdiyin yaxşılıqlar içərisində ən böyük yaxşılıq onlara tövhidi öyrətməyindir.